Salam aleykum, hörmətli izləyicilər. Bugünkü dərsimizdə işçilərin iş yerində yüksək əmək və icra intizamına əməl etməsinə görə, fərqlənməsinə görə aldığı mükafatlardan danışacağıq. Yəni bizə sual verirlər ki, bu mükafatlar şirkət daxili bir şeydirmi, yoxsa qanunvericilikdə buna yanaşma varmı, əmək məcəlləsində, əmək qanunvericiliyində? İlk öncə bildirmək istəyirəm ki, bu tipli yəni mükafatların qiymətləndirilməsi, mükafatların təyin olunması müəssisə daxili prosedurlarla, performans dəyərləndirilməsindən, yəni işçilərin performansı dəyərləndirilməsi aparılır və yüksək performansı olan işçilər mükafatlandırılır. Və yaxud da bonus siyasəti, şirkətdə olan, məsələn, ayın işçisi olmaq, ilin işçisi olmaq, bu kimi siyasətlər, bu kimi prosedurlar tətbiq oluna bilər. Amma Əmək Məcəlləsinin 185-ci maddəsində də işçilərin mükafatlandırılması haqqında bizə bir neçə mükafat forması qeyd olunur. Burada işçilər yüksək peşəkarlıq səviyyəsində işlərini yerinə yetirirsə, müəssisə daxili intizam qaydalarına əməl edirsə və bu barədə fərqlənirsə, həmin işçilərə pul və ya qiymətli əşyalar hədiyyə edilməklə, əlavə məzuniyyət verilməklə mükafatlandırıla bilərlər. Bura əlavə edə bilərik, əmək haqqına fərdi əlavələr edilmək, daha yüksək məbləğdə fərdi sığorta edilmək, sanatoriya kurort müalicəsi, turist səfərləri yoldaşların haqqı ödənilməklə, məsəl üçün, hansısa bir ölkəyə səfərə göndərilə bilər, istirahətə göndərilə bilər işçi və yaxud da daha yüksək məbləğdə sosial sığortasını artıra bilərlər. Müəyyən edilmiş qayda dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə işçilər mükafatlandırıla bilər. Yəni, pul və ya qiymətli əşya bildik, əlavə məzuniyyət, məsələn, işçinin illik məzuniyyəti 21 gündürsə, ona əlavə 3 günlük, məsələn, 5 günlük ödənişli əsaslarla əlavə məzuniyyəti göndərilə bilər işçi. Əmək haqqının fərdi əlavə edilməklə də, yəni vəzifə maaşı artırıla da bilər və daha yüksək məbləğdə fərdi sığortanı da qeyd etdik. Yəni, bu əmək məcəlləsinin yanaşmasıdır. Və işçilərə bunlardan əlavə olaraq təşəkkürnamə, yenə də ayın işçisi nominasiyası, ilin işçisi nominasiyası işçiyə həvəsləndirmə olaraq təqdim oluna bilər.